Son dövrlərdə İrlandiya dövlətinin həyata keçirdiyi Yaşayan Adalarımız proqramı çərçivəsində əhalisi azalan adalara köçən şəxslərə maliyyə dəstəyi göstərilməsi nəzərdə tutulur. Bu təşəbbüs ölkənin qərb sahillərində yerləşən və sosial-iqtisadi cəhətdən zəifləmiş kənd və ada icmalarını bərpa etmək, regionlarda davamlı yaşayışı təmin etmək məqsədi daşıyır. Məhz bu proqram çərçivəsində uyğun şərtlərlə müraciət edən şəxslərə 84.000 avro, təxminən 160.000 manat məbləğində maliyyə dəstəyi təqdim olunur. Yəni, bu dəstək vəsaiti boşu-boşuna verilmir. Yeni köçənlərin bu adalarda yerləşən və hal-hazırda istifadəsiz vəziyyətdə olan binaları alaraq bərpa etməsi, yaşayış üçün yararlı hala gətirməsi üçün ayrılır. Bu proqramın əsas şərtlərindən biri seçilən mülkiyyətin daimi yaşayış məqsədi ilə istifadə olunması və minimum müddət ərzində yaşayışın faktiki olaraq həmin ünvanda təmin edilməsidir. Yardım məbləği birbaşa şəxsi istifadəyə deyil, yalnız yaşayış sahələrinin təmiri və modernləşdirilməsi üçün nəzərdə tutulur. Bu proqramda iştirak etmək üçün müraciətçilərin İrlandiya vətəndaşı və ya İrlandiyada qanuni yaşamaq icazəsinə malik olması tələb olunur. Bundan başqa, proqram əsasən uzaqdan işləyən mütəxəssislər, kiçik sahibkarlar və kənd mühitində uzun müddətli yaşamaq istəyən ailələr üçün nəzərdə tutulub. Namizədlər yaşayacaqları evin təmir planını, həmin icmaya töhfə verə biləcək fəaliyyət sahəsini və gələcək planlarını təqdim etməlidirlər. Adalarda həyat sakit, təbiətlə iç-içə və icma əsaslı olsa da, müəyyən çətinliklər də mövcuddur. Məsafədən asılı olaraq bəzi xidmətlərə, məsələn, tibbi yardım, təhsil və nəqliyyata çıxış məhdud ola bilir. Buna baxmayaraq, dövlət bu prosesdə də maliyyə, həm də logistika baxımından müəyyən dəstək imkanları təqdim edir. Hazırda proqram çərçivəsində 30-dan çox ada bu təşəbbüsə daxil edilib və bu siyahı zaman-zaman yenilənir. Müraciət etmək istəyən şəxslər İrlandiyanın rəsmi dövlət portallarında yerləşdirilmiş elanları, uyğun əmlak siyahılarını və müraciət formalarını diqqətlə nəzərdən keçirməlidirlər. Bu proqram iştirakçılara həm yaşayış şəraitinin yaxşılaşdırılması, həm də sosial inteqrasiya baxımından yeni imkanlar təqdim edir. Təşəbbüsün məqsədlərindən biri də fərdi həyat keyfiyyətinin yüksəldilməsi ilə yanaşı, ada icmalarında sosial-iqtisadi canlanmanı təmin etməkdir. Hal-hazırda proqramla bağlı maarifləndirmə və ilkin araşdırma mərhələləri davam edir. Uyğun namizədlər üçün proses mərhələli şəkildə həyata keçirilir və iştirakçılar seçim meyarlarına uyğun olduqları halda növbəti mərhələyə keçid edə bilirlər. İnanıram ki, bu video sizin üçün faydalı oldu. Videonu izlədiyiniz üçün təşəkkür edirəm. Kanalıma abunə olmağı və videonu bəyənməyi unutmayın. Sağ olun.